Salam ərz eləyəm əziz dostlara. Bir Bağıstani məntəqədəyəm və dərə iki müşahidə eləyirsiniz. Məşhur dərələrin birindəndir və kamilən adlı-sanlıdır. Doğru ətrafı əvvəl siz üçün qəşəng görsədim. Bu əlimiz səxrədir. Bir dərəmiz bu qismətdədir. Dərənin suyu var idi. Çoxlu da su bunun içindən soğuşur. Bir dərəmiz də oradadır. O dərəndə suyu vardı. Və baxsız, görəcəksiniz ki, iki dərənin suyu gəlib bir nöqtədə bir-birini qət eləyiblər. Həmişə siz üçün təkid eləmişəm. O məntəqələr ki, Bağıstanıdır və eyni bu şəraitdə iki dənə dərəsi vardı ki, dərələrin suyu bir-birini bir nöqtədə qət eləyib. O yer dəfinə yabi üçün behtarin yerlərdəndir. Dərənin özündə dəfinə ola bilməz. Bəlkə sular bir-birini qət eləyən yerin gələk üst məhvətəsini bərdəsi eləyək. Bu sözü siz üçün həmişə təkid eləyərəm. Uca dağlar da varımızdır. Çoxlu asar dağda varımızdır. Yuxarı əldə, o qismətdə Bağıstani qəbristan varımızdır. Gözəl qəbrilər də o qəbristan içində vardı. Vaxt olsa, ondan da siz üçün kilib tutacağım. Mütəəssifanə, kollən bərəksidir. İstədim film götürəm. Başladı yağış yağmağa. Əlbəttə Allahın neymətidir. Küfr eləmək olmaz. Vəli hədəfim o idi ki, əvvəl bu məntəqəni siz üçün bərrəsi eləyəm. Ondan sonra gedəm o qəbristandan siz üçün kilib tutam. Əgər qəbristandan kilib tuta bilməsəm, qol veriyəm ki, bir zaman o qəbristandan da siz üçün kilib tutam. Pəs yuxarı əlimiz, o hamar yer qəbristandır. Bizim adlı-sanlı dərələrimiz və sular bir-birini qət eləyən nöqtə. Pəs behtərin nöqtə ki, gələk bərrəsi eləyəm. Bizim odağımız ola bilər. Bir də o qismətlər. Xob. Hamantor ki müşahidə eləyirsiniz. Bu qismətdə bir təlli səngi varımızdır. Xırda daşları ora töküblər. Nəzər üzə nə mənə ola bilər? Aya qəbr ola bilər. Mütməinnən xeyr. Çün dərənin vəsətində qəbr olmaz. Çün hər an imkanı var imiş ki, sel gələ və qəbri yuva apara. Pəs tək qəbriləri heç mövqə dərənin içində və su tutan yerdə qoymazlar. Bizim o təpəmiz bir qədimi Asiyabdır. Asiyab ya haman türkü dilimizdə qədimi dərman. Buna dərman deyərlər. Buna görə bir-iki dənə siz üçün kilib təhiyyə eləmişəm. Və kollu virgəgisinə görə və saxtarına görə kamil tavsihat irayə vermişəm. Əgər müşahidə eləsiniz, görəcəksiniz ki, bir zaman suyun məsirini dəyişiblər və o dağın altı ilə suyun cəryanını döndəriblər və o suyun idaməsi gələk və dərmanın içinə tökülək. İnsanlar ki, bu məntəqədə yaşaymışlar. Mütməinnən gələk yemək içməklərini təmin eləymişlər. Arpaları oyaymışlar və una təbdil eləymişlər. Pəs bu cür məntəqələrdə, məntəqələr ki, orada sükunət var imiş və asar-ı neşimən görsənək, asiyabın olmağı da adli məsələdir. Pəs o asiyabımız ya dərmanımız ondartmaq üçün orada təbi olmuşmuş. Və çərxdəndələri ki, orada işləniləymiş və gerdə asiyab daşları ki, o nöqtədə qərar tapaymışlar. Bais olaymışlar ki, suyun nirusu ilə dərman daşları işləyə və arpa buğdanı una təbdil eləyə. O unla mütməinnən qədim zaman çörək pişirəymişlər və yemək içməklərin o çörəklərindən təmin eləymişlər. Xob, o qismətdə bir dənə coğan görəyəm.
Təqribən bir yekə coğan oxşay. Təzədən ondan üstə bir dənə divarə coğan görəyəm. Onları gedən yoxundan bərrəs eləyən. Görən ki, aya burada bargozarıvarımızdır. Dərəni də kamil siz üçün görsədim. Klippi çox tuğlanı eləməyən, keçəcəyəm o üzə və filmin qalanın o üzdən siz üçün görsədəcəyəm. Gəldim bu dərmanın dibinə. Töhmə daşları burada müşahidə eləyiz. Bunlar hamısı dərmanı cürramaq üçün burada cəmləniblər. Və bu nöqtədə həbvari olunubdur. Hətmən gələk burada Asiyabın gerdə daşları yola. İndi yabını çıxardıblar və ətrafa atıblar ki, əlbəttə görsənmək, ya inki mütməinnən içəridə qalay. Bu nöqtəni də xidmətinizə ərz eləyim ki, o Asiyab daşlarının içində səngə elması olay. Mütməinnən də hamımız bilək susası daşlardan deyəm. Bu qismət getdikcə nazikləşək. Bura təqribən bir arx modeli imiş. Və əgər baxsınız, çiğdəmanları orada görəcəksiniz, su oradan gələymiş. Vaxtı şiddətlə gəlsə, burada töküləymiş çərxdəndələrin üstünə və çərxdəndələr ki, çumuqdan cürranıymışlar, onlar fırlanıymış və onların fırlanmağı ki, səngi Asiyaba vəsl olaymış, yəni əhramla çərxdəndə səngi Asiyablara vəsl olaymış, bahis olaymış ki, hərəkəti dəvərani əncam verə və arpa buğdanı onun içində döyə. Pəs daş ki, təqribən nimə qiymətidir və səngə elmasa tanınay. Bu nöqtədən tapılay. O bizim bir moridimiz. İndi burada da bir dənə coğan vardı. Baxız. Burada da bir dənə coğan varımızdı. Mütəəssifanə bir sürü karşinaslar. Coğanı görəcəyin. Məsələn deyirlər ki, bunun ətrafında qəbr olacaq. Ya əslən bunu təyid eləməklər. Deyirlər ki, təbiidir. Həmişə təkid eləmişəm ki, coğan gələk məhdudəsində bərrəs yoluna. Qədim zaman dərmana da nişanə coğandan istifadə eləmişlər. Bu coğan burada dərmanın nişanəsidir. Coğan bu dərmanın nişanəsidir. Pəs coğanlar özlərinə görə çoxlu mənaları vardı. Gələk məhdudədə bərrəs yoluna. Bunu da ərz eləyim ki, coğanı dərmanın dibində tərrahi eləymişlər, ya bir istilah təraşdəymişlər. Ta Allah adamlar bilələr ki, bu dərmanın yiyəsi vardı. Və bir istilah bu dərman və bu məhvədə bu şəxsin ya bu əşxasın bir istilah qoruğuymuş. Bir divarə coğan da orada varımızdı. Coğan divarədə gəlsə, mütməinnən ərzişmənd olar. Baxsız, arxı da burada görəcəksiniz ki, bir zaman bu arx çəkiləymiş və sondan dərman üçün istifadə olunaymış. O da bizim divarə coğanımız. Baxız, orada coğan təraşlanıbdır. Bu coğan bir dənə hədəfin olduğunu biz üçün görsədik. Bu bir dənə təbiidir. Bunu heç moqan nişana bilməyiz.
Vəli əgər baxsız, görəcəksiniz ki, burada nomadlar daşlarımızdır. Baxız, bu bir dənə daşımız və bu bir dənə daşımız. Əgər tizbin olsuz, görəcəksiniz ki, bunlar nomaddılar. Və eyni adam kəlləsinə oxşay. Bir dənə roxdur ki, Nigəhban ünvanında burada tərrahi olunubdur. Bu da bir dənə rox ola bilər. Bu iki dənə rox. Burada bir hədəfi gözətdəyilər. Və o coğanın olduğu orada biz üçün həm vurudi verə bilər, həm casaz verə bilər. Vəli bu daşların əzəməti onu görsədik ki, burada vurudumuz olacaq. Görün bu daşları Allahi zaviyədən siz üçün tuta bilsəm. Əvvəl siz üçün vurudunu görsədim. Ondan sonra Allahi zaviyədən bu nomadları siz üçün görsədəcəyəm. Ta bu nomadları kamilən görəsiz. Baxız, bu nomadımızın gözüdür. Bir təraşə də orada varımızdır. Əgər baxsız, görəcəksiniz ki, bu təraşə bir yekə ayaq rəddidir. Daban tərəfi dərindir. Müşahidə edirsiniz. Dabanı və barmaqları tərəf. Təraşə kamilən müşəxxəsdir. Baxız, daşın hər tərəfi qol zəngidir. Vəli buradan daşın bu qisməti bilaya götürülübdür. Bir halətdə də təraşlanıb ki, əgər tizbin olmasız, bunları təşxis verə bilməzsiniz. Bir təraşə də burada varımızdır. Və bu yekə daşların altı bir girişdir. Girişə baxız. Görüz nə gözəllikdədir. Kamilən təbii alətdə istidar olunubdur. Əgər bu qarı olmasız, bunların dibindən rahatçılığından soğuşub gedərsiniz. Vəli bu qarı olsuz, görəcəksiniz ki, daşlar ora topalanıbdır və vurudunun qapağı məsdud olunubdur. Vaxtı ayaq rəddi divarada gəlsə, çox dərcasazı verər. Vəli ayaq rəddi yekə olsa və barmaqları da aşağıya sarı olsa, biz üçün cəhətdənində olar. Əgər balaca əndazədə gəlsəydi və ucu yuxarıya sarı olsaydı, buralarda bir casaz verərdi. Bunun üçün dabanı da dərindir. Pəs hədəfin düz bu nöqtədə görsədik. Giriş bu nöqtədəndir. Həmişə qərar odur ki, giriş hilali ola, ya həşli ola, ya mürəbbə müstətil ola. Bəzi mövqə vurudular. Hətta ostovanəyi halətdə də olay. Və bu vurudi haləti təqribən ostovanəyisi var idi. Baxız, üstdəki daşlarda haləti tələ rizəşisi var idi. Və buranı qazanda ehtimali vardı ki, o daşlar başımıza tökülələr. Roxlar bu zaviyədən qəşəng görsənəylər. O roxumuz və oradakı roxumuz Zoğan iki o qismətdədir və onların aşağı tərəfi bir girişdir.
ki biz üçün bu ərziş girişlərin birindən ola bilər. İndi bir dövrdə bu zaviyədən maxuz bir numadbır da varımızdır. Baxuz. Bir kəllədir. Hətta aşağı qismətdə bir dənə də yekə coğan varımızdır. Bu növ şaxisələrdən və bu növ nigəhbanlardan bilinək ki, işimiz ehtimalən məqbərədir. Və o giriş bir məqbərə girişidir. Həmişə səyyələ ki, numadlara hər cəhətdən və hər zaviyədən baxız. Ya hək